Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillahi ve ba'd. Ve sonra biz sizinle yetiştik Duha surasına. Ve Rabbimiz buyurur ki bu surada ve duha ve duha andolsun deyir duha vaxtına. Ve duha andolsun duha vaxtına. Aqsama bid duha ve arada bihi'n nahara kullahu bi delil ennehu qabiluhu bil leyli izâ seca. Buyurur ki İmam Bağavi rahimehullah, Rabbimiz deyir duha vaxtına and içir. Duha vaxtı da necə biz keçənki surələrdə də götürmüşdük. Rəbbimizin istəyi burada gündüzün, yəni gündüzün bütünlüyü, yəni günün bütünlüyünə aid edilir. Həmçinin buyurur ki İmam Bağavi, ey nəharan qale qatədə muqatil, yəni vaxt-ı duha. Həmçinin qatədənə muqatil də deyiblər ki, o deyir duhanın deyir vaxtına işarə edir. Duha namazının vaxtı. Necə biz duha namazı da o vaxtda qılınır da. O vaxt ki günəş artıq öz şeyindən başlayır qalxmağa. Yəni öz doğduğu yerindən başlayır qalxmağa. Və hiyə sə'ətü ləti fiyhə irtifa'u şəms. Deyir o saatdır ki, hansı ki orada deyir günəşin qalxması var. Və i'tidalun nəhara fil harri vəl bərdi və seyfi və şitə. Həmçinin deyir o saatdır ki orada deyir yəni gündüz çağında ya istinin ya da soyuğun qışda və yayda nə olan vaxtıdır? Yəni stabilləşən vaxtıdır. Yəni i'tidal, yəni düzələn vaxtıdır. Yəni o saatda artıq yəni nə olur? Günəşlə və yaxud da istinə və yaxud da soyuq o saatda stabilləşir, yəni düzənləşir. وَاللَّيْلِ اِذَا سَجَى. Buyurur ki Rabbimiz andolsun geceye, اِذَا سَجَى اَقْبَلَ بِظَلَامِهِ, yani zülmetiyle gelen geceye. Hasan buyurur ki yani zülmetiyle gelen geceye andolsun. Ve o da Avf'ın İbn Abbas'tan olan rivayetidir. Valibi ise deyir ki yani üz götürüp giden gece. İdə zəhəbə, yəni üz götürüb gedən gecəyidir andolsun. Daha ki ata ilə deyirlər ki, qatta kullə şeyin biz zulmə. Rabbimiz deyir and içir o gecəyə ki, hansı ki öz zülməti ilə hər bir şey bürüyür. Və Mücahid buyurur ki, istəva, andolsun o gecəyi ki, istəva, yəni hər şeyi öz hər şeyin üzərinə hüküm, yani her şeyin üzerine istiva etmiştir. Yükselmiştir. Yani gündüzün üzerine yükselmiştir. Kâle Katâde ve İbn Zeyd sekene ve istakarre zalâmuhu felâ yezdâdu ba'de zâlik. Həmçinin Katâde ve İbn Zeyd deyirlər ki, yani zülmətidir onun bərqərar olmuştur. Ondan sonra deyir heç bir zülmət olmaz. Və həmçinin deyir ki, yuqalu leylu thacin ve behru thacin izâ kâne sâkinen. Deyilir ki sakit gece ve sakit deniz. Yani Arap dilinde sâce sözü ve leyli izâ sâce, sâce sözü sâcin onun nedir? Məsləridir. Yani sâcin sözü sakit sözüne deyilir. Yani sakit olan, sakin olan, sakit olan. Ve sonra buyurur ki Rabbimiz kavlu Teala ma vedda'ake rabbuke ve ma qala. Deyir
Hâze cevabul qasam. Bu deyir and içmənin deyir cavabıdır. Yani Rabbin səni deyir tərk etmədi. Yani səni seçdiyindən bəri səni deyir tərk etmədi. Və mə qala. Yani səni seçdiyindən bəri deyir səni tərk etmədi və eləcə də səni deyir sevdiyindən bəri səni qəzəbləndirmədi. Subhanallah. Burada işarə Peyğəmbər sallallahu əleyhi və səlləmədir. وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَى وَلَسَوْفَ يُعْتِيكَ رَبُّكَ فَتَرْضَى. Deyir, ahirət deyir, sənin üçün deyir, dünyadan daha xeyirlidir. Subhanallah. Yəni fikir verin, Allah subhanahu taala Peyğəmbərimiz sallallahu əleyhi və səlləmlə necə müraciət edir ona. Deyir, ahirət sənin üçün deyir, dünyadan deyir, daha xeyirlidir. وَلَسَوْفَ يُعْتِيكَ رَبُّكَ فَتَرْضَى. Və deyir, Rəbbin sənə deyir, verəcək deyir, sən də deyir, ondan deyir, razı olacaqsın. Buyurur ki, İmam Bəğəvi rəhiməhullah deyir, Ata deyir, İbn Abbasdan rəvayət edərək deyir ki, yəni veriləcək şey ona şəfaətdir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ümmətinin üzərində şəfaətidir ki, hətta deyir, Rəbbi ondan razı olan qədər deyəcək ki, şəfaət elə. Subhanallah, Allahu akbar. Yəni fikir verin, bizim ümmət, xüsusən ümmət deyildik əziz qardaşlar, İslam ümməti iki yerə bölünür. Yəni bunu yadda saxlayın. İslam ümməti iki yerə bölünür. Necə alimlərimiz buyurur, deyir, İslam ümməti iki yerə bölünür. Birinci ümmət, onlar deyir, icabət ümmətidir. İkinci ümmət isə, ikinci qism isə dəvət ümmətidir. Yəni, nədir bunlar? İcabət ümməti, onlar bax bizik. Kimlər ki, bu günləri cavab veriblər, Peyğəmbər sallallahu əleyhi və səlləmin nəyinə? Dəvətinə. Cavab veriblərsə, biz onun artıq nədir? Xas ümmətiyik. Yəni, kimlər ki, iman gətirib, Muhammed sallallahu əleyhi və səlləmə, onlar onun xas ümməti olur. Yəni, icabət ümməti olur. Cavab verənlər. Var ikinci ümmət, o da Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ümmətidir. Hansı ki, bu günləri yer üzündə yaşayan bütün kafirlər, istər xristiyan, istər yahudi, istər məcusi, istər bütpərəstlər, Kitay, Hindistan və s. Kim olur? Bütün yer üzündə yaşayanlar. Peyğəmbər sallallahu əleyhi və səlləm peyğəmbərliyi verilən günündən qiyamət gününə qədər də onlar da həmçinin dəvət ümmətidir. Onlara deyilir dəvət ümməti. Yəni onlar dəvət altındadır. Kim iman gətirdisə nicat tapdı. Kim iman gətirmədisə həlak oldu, getdi əbədiyyən cəhənnəmə. Və Peyğəmbər sallallahu əleyhi və səlləm zamanından qiyamətə qədər olan bütün insanlar hamısı Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin ümmətidir. Lakin şəfaət şək yoxdur ki, veriləcək kimlərə? Veriləcək möminlərə. Yəni mömin olanlara, icabət ümmətinə. Peyğəmbər sallallahu əleyhi və səlləm möminlərə şəfaət edəcək qiyamət günü. Və bu məsələ çox geniş bir məsələdir. Bu məsələni xavariclər və mu'təzilə inkar ediblər şəfaəti. Ki, onlar deyiblər ki, şəfaət olmayacaq. Subhanallah. Amma Allah Resuluna sallallahu əleyhi və səlləmə şəfaət verilib. Və sonra buyurur ki, hətta deyir, yəni ümmətinin üzərində şəfaət edəcək Muhammed sallallahu əleyhi və səlləm deyir, razı qalana qədər. Subhanallah. Və huvə qavlu Aliyyin vəl-Həsən. Bu deyir, Əlinlə Həsənin, Ali ibn Əbi Taliblə və Həsənin deyir, nədir qövlüdür. Qilə həmçin deyilib ki, və ləsəvfə yu'tikə rabbukə minəs-səvab. Həmçin deyilib ki, təfsirlərdən birində, yəni Rəbbin sənə yəni savab verəcək. Yəni razı olduğun qədər. Subhanallah. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm həyatı dəhşət olub. Yəni dəhşət olub həqiqətən. Ona görə alimlərimiz buyurur ki, deyir, subhanallah, baxın deyir Muhammed sallallahu əleyhi və səlləm həyatına. Allah subhanallah o qədər evlad verdi, hamısını da əlindən aldı.
və səbr elədi. Özü ki, balaca ikən. Bəziləri böyüdü, vəfat elədi. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləmdən qabaq vəfat elədilər. Heç biri qalmadı, subhanallah. Bütün evladları hamısı vəfat elədi. Və özü də yaşayırdı balaca bir otaqda, necə görmüşsünüz yəqin ki, Mədinədə olan otağı, Ayşənin otağında həsirin üstündə yatırdı. Və Ayşə anamız deyir ki, yediyimiz şey deyir, evdə deyir, aylarla deyir, ət olmazdı deyir. Yəni biz ət yüzü görməzdik. Və yediyimiz şey isə deyir, 2 dənə qara idi. Ərəblər ona əsvadeyn deyirlər. Qara, 2 dənə qara. Hətta bəzi məscidlərdə, Məkkədə də var, görmüşəm. Mədinədə yox, Məkkədə yəni xüsusən gördüm onu. Bəzi məscidlərdə qoyurlar, yəni 2 qara. Adını qoyublar bu cürə. Yazıblar 2 dənə qara. Sudur, bir dənə tamır, yəni xurma. Subhanallah. Ayşə anamız deyir ki, evdə yeyilən şey nə idi? Su idi, bir də tamır idi. Yəni su ilə xurma. Yəni ikisi də qara. Yəni doyduran bir şey deyil də. Yəni onu yesən, nə yiyirsən? Oradan bir şey doyan deyilsən. Aydındır. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm peyğəmbərlikdən sonra 23 il yəni səbr etdi o həyata. Və sonra buyurur ki, həmçinin təfsirdə deyilib ki, qilə minən nasr və təmkin və kəsratul müminin fətərda. Həmçinin buyurur ki, Rəbbin deyir sənə qələbə verəcək və təmkinlik verəcək və çoxlu möminlər verəcək. Hətta sən razı olduğun qədər. Və sonra deyir, Rəbbimiz xəbər verir, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin halından, hansı ki, vəhidən qabaq Allah Rəsulü sallallahu əleyhi və səlləm necə idi? Və öz nemətlərini xatırladır Peyğəmbər sallallahu əleyhi və səlləmə. Və buyurur ki, ələm yecidkə yetimən fəəvə. Deyir, o səni yetim olaraq tapıb yer vermədimi? Ələm yecidkə yetimən. Yəni, səni yetim olaraq sağıran, fəqiran, yəni balaca idin, kasıb idin, yetim idin. Yəni o halda tapıb sənə yer vermədimi? Heynə mətə əbəvək. O vaxt ki, deyir, valideynlərimin ikisi də dünyasını dəyişmişdi. Yəni fikir verin subhanallah həyata. Peyğəmbər həyatına. Uşaqlıqdan valideynlərini də itirib. Və ləm yuxlifə ləkə mələn və lə məvə. Hansı ki, o valideynlər sənə deyir, nə pul buraxmışdılar arxalarıca sənin üçün, nə də bir yaşayan yer. Yəni, nə evi var idi Peyğəmbər sallallahu əleyhi və səlləmin, nə də pulu. Fəcəalə ləkə məvə təvə bihi və dammə ilə əmmikə Əbi Talibin həttə əhsənə tərbiyyətək və kəfəkəl mü'nə. Deyir, Rəbbin deyir, sənə deyir, sığınacaq bir yer verdi. Yaşamağa yəni ev verdi. Hətta bir dənə balaca otaq olsa belə. Yəni bu, yəni fikir verin, bu neymətdir. Lakin insanlar bu günləri fikirləşəndə deyirlər ki, yox, ev olanda divares olmalıdır ki, hətta şükür edənlərdən olun. Peyğəmbər sallallahu əleyhi və səlləmə görə hələ Allah subhanahu nemətlərin zikr edir. Deyir, sənə verdi, nə idi? Balaca otaqlar. Və deyir, səni deyir, əmin Əbu Talibə deyir, bağladı ki, o da sənə deyir, gözəl tərbiyə verdi. Yəni, subhanallah, Əbu Talib, baxmı, müşrik idi, amma nə idi? Gözəl tərbiyə vermişdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Və kəfəkəl mü'nə. Və sənidir, ehtiyaclarını deyir, ödədi deyir. Uşaqlığından. Və vəcədəkə dallən fəhədə. Yəni, dallən əmmə əntə aleyhi. Yəni, və sonra diqqətli olun bu ayə. Deyir, sən yəni, azmış ikən səni tapıb sənə hidayət verdi. Yəni, burada məqsəd Peyğəmbər sallallahu əleyhi və səlləmin azmış olması əmmə əntə aleyhi fəhədəkə lit-təvhid və nübuvvə. Yəni, olduğun yoldan deyir,
bugünkü olduğun tevhid ve nübüvvet yolundan, yani sen o yolda değildin. Başka yoldaydın. Rabbin seni neyledi? Tevhidin yoluna ve peygamberliğin yoluna yöneltti. Yani burada maksat, arkadaşlar, Peygamberimiz sallallahu aleyhi ve sellem peygamberliği şek yoktu. Yani bu onun için teze bir şeydi. Lakin Peygamberimiz sallallahu aleyhi ve sellem tevhidin üzerindeydi. İbrahim Aleyhisselam'ın dininin üzerindeydi. Bununla belə Rabbimiz onun için daha da güzel etti tevhidi. Daha da geniş etti. Daha da güzel beyan etti. Yani İslam'da olan tevhidle. Daha da geniş, daha da güzel şekilde beyan etti onu. قال الحسن والضحاك وابن كيسان ووجدك ضالا عن معالم النبوة وأحكام الشريعة غافلا عنها فهداك إليها. Buyurur ki Hasan ve Dahhak ve İbn Keysan deyir, səni deyir azmış iken tapdı ve sana peygamberliğin alametlerini deyir öğretti ve şeriatın ehkamlarını, hansı ki sen onlardan deyir gafil idin ve seni hidayet verdi ona. Həmçinin deyilib ki tefsirlerden dallen fi şuabi Mekke'te fehedâke ila ceddike Abdülmuttalib. Deyir, erizine həmçinin deyir, sen deyir Mekke'nin deyir vadilerinden birinde deyir azmıştın ve deyir Rabbin sana deyir yol gösterdi baban Abdülmuttalib'e taraf. Ve sonra buyuruyor ki o vecedeke ailen fe agna. Ve seni deyir kasıb iken deyir tapıp seni deyir varlandırmadı mı? Ey fakiran, yani kasıb idin. Fe agnake bimali Hadice. Thumma bil ganaim. Seni deyir varlandırdı neyle? En birinci Hadice'nin malıyla. Necə ki bilirsiniz Hadice'yle evlenmesinde de sebep ne oldu? Ticaret etmesi oldu. Peygamber sallallahu aleyhi ve sellemin Hadice ile ticaret ettiğinden sonra evlendi onunla. Çünkü gördüler ki Muhammed sallallahu aleyhi ve sellem emin insandı. Ve sonra deyir ganimetlerle, yani cihattan elde olan ganimetlerle Allah subhanahu varlandırdı deyir seni. Ve kâle mukatil feraddâke bima a'tâke minel rızk ve ihtârehul ferrâ. Buyurur ki yani Rabbin sana bir razı saldı deyir, sana verilen bir ruzuyla. Seni razı saldı, yani qane elədi. Sənə verilən ruzu ilə, yəni səni deyir qane elədi. Və sonra buyurur ki قال لم يكن غنيا عن كثرة المال ولكن الله رضاه بما آتاه وذلك حقيقة الغنى ثم أوصاه باليتامى والفقراء. Deyir Rabbin, yani deyir sen deyir bəli o manada ki deyir varlı deyil idin. Yani Peygamberimiz sallallahu aleyhi ve sellem elə bir varlı deyil idi. Çok mala sahip olsun. Lakin deyir Rabbi deyir ona verilenle onu razı saldı. Yani nefsini qane etti. Nefsini qane etti. Ve o da deyir nədir? Var dövlətin həqiqəti ondan ibarətdir. Yani nefsin varlı olması, yani en varlı, yani insan o insandır ki onun nədir? Nefsi var. Varlıdır. Yani o insan değil ki o insanın çoxlu pulu var. Yok, hayır. Ve sonra buyurur ki Rabbimiz deyir, tövsiye edir öz peygamberine yetimlere ve fakirlara deyir el tutmağı ve deyir ki فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ. Ama deyir yetime deyir yani kâle Mücahid la tehtekiril yetim. Yani ona deyir onu aşağılama. Yani onu üsteleme. Yani ona pis bakma. Çünkü deyir sen de deyir yetim idin. Farra ve Züccac buyurur ki قال لا تقهره على ماله فتذهب بحقه لضعفه. Yani onun deyir aşağılama deyir malı olmadığına göre, yani yiyesiz olduğuna göre
Çünkü yetim olan insan kimdir? O insandır ki onun arkasında hiç kes durmur. Bir dənə Allah'tan başqa. Yoksa deyir, sən deyir, onun deyir, hakkını deyir, tapdalamış olarsan. Zayıflığına göre. وَكَذَا كَانَتِ الْعَرَبِ تَفْعَلُ فِي أَمْرِ الْيَتَامَى تَأْخُذُ أَمْوَالَهُمْ وَتَظْلِمُهُمْ حُقُوقَهُمْ. Deyir, beləydi, deyir, ərəblər deyir, İslamdan qabaq deyir, onlar deyir, yetimlərin deyir, mallarını alıb yeyərdilər. Və onların deyir, haqlarına deyir, zülm edərdilər. وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ. قَالَ الْمُفَسِّرُونَ يُرِيدُ السَّائِلَ عَلَى الْبَابِ. Subhanallah. Amma deyir, gəlib səndən deyir, istəyəni də deyir, əli boş buraxma. Yəni, kim ki, sənin artıq qapıva gəlib. Ən çox təfsir alimləri deyiblər ki, yəni o kəs ki, sənin qapıva gəlir. Əl nasıl istəyir səndən. Yəqulu lə tənhərhu, lə təzciruhu, idə səələk. Yəni, onu deyir, neynəmə? Yəni, pisləmə, onu buraxma deyir, boş yerə. Çünki, yəni, o insan ki, gəlibsə deməli sənin qapıva, bil ki, onu da Allah göndərib. Subhanallah. Ola bilər ki, hələ o an Allah subhanətələ səni neynir? O an Allah subhanətələ səni yoxlayır. Ki, görək necə olacaq, neynəyəcəksən. Subhanallah. Və sonra buyurur ki, fəqad kuntə fəqiran, deyir, vaxt var idi, sən də kasıb idin. Fə immə ən tut'iməhu və immə ən təruddahu raddən leyyinə. Ya deyirsən, onu deyir, yedizdirəcəksən, yəni olduğundan, ya da ki, yoxdursa lap səndə də, onu gözəl şəkildə neynəyəcəksən? Yola salacaqsan. Aydındır, gözəl şəkildə yola salacaqsan. Yuqalu nəhərahu və entəhərahu idə istəqbələhu bi kələmin yezcuruh. Qalə qətədə raddu səili bi rəhmətin vəliyyin. Həmçinin Qətədə buyurur ki, yəni istəyəni rəhmətlə və yumşaq şəkildədir yola salmaq və o yaxud ona rədd etmək. Və ruvi anil Həsən fi qavlih əmmə səilə fələ tənhər qalə talibul ilm. Subhanallah. Həsən buyurur ki, burada deyir, istəyən elm tələbəsidir. Talibul ilm. Yəni, elm tələbəsi elə bir halda olur ki, yəni ticarəti yox, mal dövləti yox. Aydındır. Və ehtiyacı olur. Xüsusən də şəriət elmini tələb edən. Yəni, dünya yox. Dünya artıqdır ki, alimlər deyir, dünya elmini tələb edilənə xeyr, kömək edilmir. Nəyə görə? Çünki o dünyanın dalıcı gedir. Amma şəriət elmini tələb edən isə o şəriət elmini tələb edir. Və vaxtını sərf edir o elmə ki, insanlara səhər neynəsin? Nəsihət edənlərdən biri olsun. Və onlara düzgün yolu göstərənlərdən biri olsun. Çünki ümmətin buna da ehtiyacı var. Yəni, ümmətin tək ehtiyacı yoxdur ki, ticarətçilərə. Aydındır. Hətta mücahidlərə. Allah Subhanahu Quran-ı Kerimdə buyurur ki, sizdən deyir, bir dəstə deyir, döyüşə çıxdığında deyir, qoy bir dəstə deyir, qalıb elm alsın. Ki, o dəstə döyüşə çıxıb qayıdandan sonra o elm alanlar onlara nəsihət eləsinlər. Ola bilsin ki, deyir, onlar deyir, qorxsunlar Allahdan. Subhanallah. Hətta mücahid belə ehtiyacı var elm əhlinə. Mücahidin özünün ehtiyacı var elm tələbəsinə. Elm əhli olmasa, demək olar ki, din əldən gedər. Ona görə hətta sələflərimiz deyərdi ki, elm əhli deyir, olmasa deyir, insanlar heyvanlar kimi yaşayar. Heyvanlar kimi yaşayarlar. Və ona görə də bu şey müşahidə olunur. Bu hal harda? O yerdə ki, görürsən ki, elm əhli yoxdur. Görürsən insanların halını orada. Həqiqətən. Və yaxud da o yerdə ki, varsa da yəni heç fikir verən də yoxdur. Maraqlanan da yoxdur heç ki, yəni istifadə edeyim, mən də bir şey öyrənim. Hə? Ki, yəni subhanallah dünyadır. Sabah bitəcək. Heç olmasa yəni mən də bir addım atım, bir şey öyrənim öz dinimdən. Görürsən ki, bu günlər nə çox belə az insanlar.
Yanında olsa da istifadə edə bilmir. Məhrum olur. Nəyə görə məhrum olur? Çünki günahları çoxdur və qəlbində dünya həyatına olan sevgi böyükdür. Və o da məhrum edir insanı neydən? Ahirətin sevgisini qazanmaqdan. Ona görə sələflərimiz gözəl deyərdi. Deyərdilər ki, necə oxuduq biz sizinlə təfsirlərdən birində, soruşulanda ki, onlardan ki, necə oldu ki, yəni, nəyə görə biz bu günləri ahirətə, yəni kör baxırıq, lakin dünyanı sevirik. Deyir, ona görə ki, dünyanın bərbəzəyi deyir, bir gün gözümüzün önündədir. Ahirət isə bizdən gizlidir, gizlənib. Ahirətdə olan şeylər isə gizlidir. Biz onları hələ ki görməmişik. Ona görə də bu gün qabağımızda, əlimizdə olanı daha çox sevirik, ahirətə nisbətdə. Və ona görə də insanlar görürsən ki, çoxu yəni mənfəəti istəyəndə o istəyir ki, gözünün qabağında olsun hər bir şey. Məsələn, ticarətçilər kimi. Çünki tacir olan insanlar o mənfəət istəyəndə o istəyir ki, gözünün qabağında olsun. O, nəsər deyərlər, o nisiyə olan şeyə çox meyl eləmir. Belə deyək. Yəni nisiyə, yəni ki, nə vaxtsa olacaq, nə vaxtsa verəcəklər ona. Yox, deyir, nəqd olsun, deyir. Necə bizə deyirlər də, qabağımda olsun amma. Subhanallah. Və sonra buyurur ki, sonuncu ayədə və əmmə bi ni'məti rabbikə fəhəddis. Amma deyir, sən deyir, Rəbbinin deyir, neymətlərini xatırlayadaq, neynə? Danış deyir. Mücahid buyurur ki, yəni Peyğəmbərlik və Leyth Mücahiddən həmçinin rəvayət edərək Leyth ibn Sa'd deyir ki, yəni Quranı xatırla, Quran neymətini, Rəbbinin sənə verdiyi Quran neymətini. Və huvə qavlul kəlbi əmrahu ən yəqra'ahu, yəni Allah Azze və Cəllə əmr edir burada, yəni Quranı oxumağı. Yəni oxu Quranı. Quran böyük nemətdir. Və qalə Muqatil uşkur limə zukkira minən ni'məti aleykə fi həzihi surə min cebril yetim vəl-hudə vəl-hədiyu ba'd-d-dalaləti vəl-iğna'u ba'd-l-'ilə və't-təhaddüsü bi ni'mətilləhi şükran. Deyir, həmçinin təfsirlərindən Muqatil buyurur ki, yəni bu surənin deyir, sənə nemət olaraq, bu surədə sənə nemət olaraq xatırlanmasına deyir, şükür et. Ki, Allah Subhanahu burada səni deyir, bu surədə səni xatırladı. Yəni, həqiqətən görün, neçə ayədir Peyğəmbər sallallahu aleyhi ve sellemin halını neynir? Bəyan edir, xatırlayır. Və deyir ki, deyir, o səni xatırladı. Burada necə? Yetim idin. Aydındır, yetim olmağı xatırladı. Həmçinin hidayət yolunda deyil idin. Sonra hidayət verməsini sənə xatırladı. Və eləcə də həmçinin vəl-ğinə, yəni hidayət yolunda diqqətli olunuz, qardaşlar. Hidayət yolu deyiləndə burada məqsəd nədir? Necə toxunduq biz sorularda, yəni Peyğəmbərliyin verilməsi, yəni şəriətin, daha kamil bir şəriətin ona verilməsi. Aydındır. Vəl-iğnə, həmçinin varlılıq, kasıblıqdan sonra, hansı ki verildi sənə. Yəni kasıb idin. Allah Subhanahu varlandırdı səni. Və deyir, Allahım deyir, bu nemətlərindir, xatırlayaraq şükür et. Və bu qədər əziz qardaşlarım, Allah Subhanahu bizə işdə faydalanan qullarına etsin. Subhanəkə Allahum bihamdik və əşhədu ən la ilahə illə ənt və estəğfiruka və etûbu ileyk.